Xeyir olsun əziz izləyicilər. Bu videoda sizlər üçün 27 aprel 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin 9-cu siniflər üçün keçirdiyi buraxılış imtahanının riyaziyyat suallarını izah edəcəm. Başlayaq suallara. 57-ci sual. Demək verib bizə modulda -7,5 çıxılsın modulda 3,3 bölünsün 2. Deyir ifadəsinin qiymətini hesablayın. Bilirik ki, moduldan çıxan ədəd müsbət olmalıdır. Yəni mənfi ədədlər müsbətə çevrilir. 7,5 çıxılsın 3,3 müsbət ədədlər modulda olduğu kimi qalır. Bölü 2. 7,5-dən 3,3 çıxsaq 4,2 bölü 2. Bu da bizə 2,1 verəcək. Demək doğru cavab C variantı olacaq. Növbəti suala diqqət edək. 58-ci deyir ədədlərdən hansılar 2x kiçik bərabərdir 8 bərabərçiliyini ödəyir. Demək 2x kiçik bərabərdir 8 bərabərçiliyini həll etmək üçün hər iki tərəfi 2-yə bölsək x kiçik bərabər olacaq 4-ə. Yəni 4 və 4-dən kiçik ədədlər olmalıdır. Onda cavab 1 olar, 2 olar və 5 olar. 1, 2, 5. Doğru cavab B variantı olacaq. Növbəti 59-cu suala diqqət edək. 59-cu sualda deyir ki, Sabir və Vahid müəyyən sayda qələmi elə böldülər ki, Sabirə 39 ədəd, demək Sabir 39 ədəd, Vahidə isə bütün qələmlərin 48% satdı. Vahidə isə 48%. Demək, əgər normalda 100%-dirsə, onun demək 52%-i Sabirə çatır. 52%-i 39-dan ədəd tapacaqdır. Bizə deyir ki, nə qədər qələm var idi. 52% əgər 39-a uyğundursa, nə qədər qələm 100%-də də x. Tənasib qurmaqla da yaza bilərik. Buradan çarpaz vursaq, 52x bərabərdir 39 vurulsun 100. Buradan 52 ilə 39-u 13 xəsə eləsək 4 dəfə, 3 dəfə və 4 ilə də 100 aparsaq 25, 3 vur 25, 75 ədəd qələm olacaq. Doğru cavab Y variantı. Növbəti 60-cı suala diqqət edək. 60-cı sualda bizə verib 2,3-1 çıxılsın 1,9-1 bölünsün 7,3-1 və üstəgəl 4,3. Deyir ifadəsinin qiymətini hesablayın. Birinci mötərizənin daxilini həll edək. 2-dən 1 çıxanda 1 tam, 3-dən 9-a küp 9, 3 dəfə düşəcək. Buna da 1 dəfə 3 çıx 1, 2 eləyəcək. Bölünsün 7,3-də düzgün olmaya gətsəm, 3, 7-nin 21, üstünə 1 gələndə 22. Üstəgəl 4,3. Yenə də bölməmənin birinci həll etməliyik. Düzgün olmaya gətirək. 9, 1-in 9, o da ki 11. Bölməni vurmaya yazsaq 22-də 3 olacaq. Üstəgəl 4,3. Burada 11-lə 22 gedəcək 2 dəfə. 9-dan 3 gedəcək 3 dəfə. 3, 2-nin 6-da 1, üstəgəl 4,3. 6-da 1, üstəgəl 4,3. Bunu həll edəcəyik. Bu da bərabərdir. 6 ilə 4-ə küp 12. 12-ni 6-ya böləndə 2 dəfə, 4-ə böləndə 3 dəfə. 2 üstəgəl 9. Bu da 12-də 11 verəcək. Doğru cavab B variantı olacaq. Növbəti 61-ci suala diqqət edək. Verib bizə 2x kvadratı üstəgəlsin 3y-in mötərizə kvadratı üstəgəlsin 2x kvadrat çıx 3y, bir də 3y plus 2x kvadrat. Deyir ifadəsini çox hədli şəklində göstərin. Demək 2x kvadratı üstəgəl 3y-ə diqqət eləsək, bundan bu eyni şeydir. 2x kvadratı üstəgəl 3y. Ortaq vuruq kimi mötərizə xaricinə çıxarsaq bunu, 2x kvadratı üstəgəl 3y çıxarsaq, qalacaq yerdə 2x kvadratı üstəgəlsin 3y-in biri qalacaq, çünki kvadrat idi. Üstəgəl bir də 2x kvadrat çıx 3y qalacaq. 2x kvadrat çıx 3y. Buradan müsbət 3y ilə mənfi 3y gedəcək. Qalacaq 2x kvadratı üstəgəl 3y, bir də vurulsun 2x kvadratın üstünə 2x kvadrat gələndə 4x kvadratı. Bunu da vurub açsaq, 4x kvadratın 2x kvadratına vuranda 8x 4 üstəgəl 4 üçün 12 x kvadratı y. Demək 8x üstü 4 12 x kvadratı y. Doğru cavab A variantı olacaq. Növbəti 62-ci sual. Demək 62-ci sualda deyir ki, sinifdəki şagirdlərin sayı 30-dan çox 40-dan azdır. Demək şagirdlərin sayı 30-dan çox 40-dan azdır. Onları 2-2 həm də 3-3 oturmaq mümkün olarsa. 2-2 və 3-3 oturmaq. Onda demək, həmin ədəd bu 2 ilə 3-ün əkubuna tam bölünür. Demək, 30 ilə 40-ın arasında 6-ya bölünən ədəd bir dənə 36 var. Demək, doğru cavab B variantı olacaq. Demək, 30 ilə 40-ın arasında 6-ya tam bölünən ədədi axtarıb tapmalıyıq. 63.
15x kvadratı y kvadratı bölünsün a üstü 8 vurulsun 2a bölünsün 25x kvadratı y. İfadesini sadələşdirin. Burada y-in biri məxrəzdəki y ilə gedəcək. X kvadratı bütöv gedəcək. 15 ilə də 25 5-ə gedəcək 5 dəfə 3 dəfə. Demək bərabərdir. Burada qaldı məxrəzdə ədəd kimi qaldı 5. Surətdə isə 3 vur 2 yəni 6. Surətdə a üstü 8 ilə a-nın biri gedəcək, qalacaq a üstü 7. Məxrəzdə a üstü 7 qaldı, 5 a üstü 7. Surətdə də qalıb 6, hərflərdən də bir dənə y qalıb. Demək 6y bölünsün 5 a üstü 7, doğru cavab C variantı olacaq. Növbəti 64-cü suala diqqət edirik. 64-cü sualda bizə y minus x bərabərdir 10 verib. 2x plus y isə mənfi 23 verib. Deyir 4y minus x ifadəsinin qiymətini hesablayın. Burada tərəf-tərəfə biz bunları çıxsaq, müsbət y ilə müsbət y çıxanda gedəcək. Mənfi x çıxış x, mənfi 3x. Ondan da mənfi 23 çıxanda bu da müsbət 33 eləyəcək. Onda x mənfi 11 olacaq. X mənfi 11 olandan sonra aparıb y minus x bərabərdir 10-da yerinə yazsaq, onda y plus 11 bərabərdir 10 olacaq. Y-də mənfi 1 olacaq. X mənfi 11, y1. Y1-dirsə, mənfi 1-dirsə 4 vurulsun mənfi 1, eləcə mənfi 4 yerinə yazsa bizdən bunu istəyir. Çıxılsın x, 11-dirsə üstə gəl 11 olacaq. 11-dən də 4 çıxanda 7 olacaq. Doğru cavab Y variantı. Növbəti 65-ci suala diqqət edirik. 65-ci sualda verib bizə, demək bir parça verib. A, B, C və D. Deyir ki, AD 15-dir. AB 7-dir. BC ilə CD də bərabərdir. Deyir, BC-ni tapın. Onda 15-dən 7-sini çıxarıq qalar, bura 8. Əgər BC ilə CD bərabərsə, hərəsinə 4-4 düşər. Demək, AD-ni verib 15, AB-ni verib 7, BC ilə də CD-nin bərabərini verib, BC-ni istəyir. Demək, hərəsinə 4-4 düşər. Doğru cavab A variantı olacaq. Davam edirik 66-cı sualın. Deyir, qrafik əsasən düz xəttin bucaq əmsalını tapın. Bilirik ki, koordinat başlanğıcdan keçən bir qrafikdir. Ona görə də düz mütənasibliyin düsturudur bunun funksiyası. Y bərabərdir kx-da. Burada grafikin üzərindən bir dənə nöqtə götürək. x2, y4 olan nöqtəni qoyuruq yerinə k-nı tapmaq üçün. 4 bərabərdir k vurulsun 2. Buradan k-nın 2 olduğunu alırıq. Demək bizdən də k-nı istəyirdi, k olacaq 2. 67-ci sual. 67-ci sualda bizə əbub 32, 68 və vurulsun əkub 32, 68. Deyir, hasını tapın. Bilirik ki, əbub AB vur əkub AB elə A vur B-yə bərabərdir. Ona görə də biz bunu 32-ni birbaşa 68-ə vurmaqla alacaq doğru cavabı. 32 vur 68. Bu deyəcək ki, 8-in 16 1 yadda. 2 6-ın 12 13. 8-in 24 2 yadda. 3 6-ın 18 o da 20. 6 7 1 2. 2176 doğru cavab D variantı olacaq. 2176. Davam edirik. 68-ci sual. 68-ci sualda ölçüləri 3, 5 və 8 olan düzbucaqlı paralelipedin tam səthinin sahəsini tapın. Tam səthinin sahəsi üçün düstur var idi. 2 vurulsun AB plus BC plus AC. Burada ABC məlumdur. Biri 3-dür, biri 5-dir, biri də 8-dir. Və yerinə yazsaq 2 vurulsun AB olacaq 3 5-in 15, BC olacaq 5 8-in 40 və AC olacaq 3 8-in 24. Onda bunları toplayıb 2-yə vursaq 15 3-ə gəl 40 55, o da 24 79. Yəni 2 vurulsun 79, bu da bizə 158 verəcək. Doğru cavab Y variantı olacaq. 69-cu suala diqqət edirik. Radiusu 19 olan çevrədən, mərkəzindən 25 sm məsafədəki nöqtəyə, çevrəyə qədər məsafədəki nöqtədən çevrəyə qədər olan ən kiçik məsafə. Demək, çevrə verib. Deyir ki, radiusu 19-dur. Çevrənin mərkəzindən 25 sm məsafədəki nöqtədən çevrəyə qədər olan ən kiçik məsafə, onda radiusundan həmin məsafənin fərqi olacaq. Çevrənin mərkəzindən 25 hara qədər uzatsaq, yəni fərq eləmir. Hansı istiqamətdə götürüksə götürək, fərq eləməyəcək. Mərkəzdən 25 sm məsafədirsə, radiusu 19-sa, çevrəyə qədər ən qısa məsafə bu çöldən ən yaxın olan məsafə çöldəki məsafə olacaq. Onda 25 çıxı 19, bu da bizə 6 verəcək. Doğru cavab C variantı olacaq.
70-ci sual. 70-ci sualda deyir tərəfi 10 olan kvadrat. Tərəfi 10 olan kvadrat verib və deyir ki, m-in orta nöqtələrdir. Tərəfi 10 olan kvadratın ABCD kvadratına m və n nöqtələri uyğun olaraq BC və CD tərəflərinin orta nöqtələri olarsa AMCN 4 bucaqlısının sahəsi. Bu bilirik ki, orta nöqtə olduğuna görə hazır düstur kimi də var idi. Bunun yarısıdır. Demək AMCN 4 bucaqlısının sahəsi kvadratın sahəsinin yarısıdır. Yəni S bərabərdir A kvadratı da onun kvadratı 100-ün yarısı olacaq. 100 bölü 2 50 olacaq. Bunu diagonal çəkməklə isbat edə bilərsiniz. Diagonal çəksəz, burada bir üçbucaq yaranır. Üçbucağın medianı sahəni yarı bölür deyə. Yəni bu sahələr bərabər olacaq. 4 bərabər sahəyə bölünür. 12-si rəngli, ikisi rəngsiz olduğuna görə, yəni yarısı rəngli olacaq, yarısı rəngsiz. 50 olacaq. 71-ci suala diqqət edirik. 71-ci sualda dedik ki, zərə eyni zamanda bir dəfə atıldıqda üst üzə düşən xallar cəminin altından kiçik olmaması hadisəsinin ehtimalını tapın. Yəni 6, 7, 8, 9, 10, 11, 12 rəqəmlərin cəminin, yəni bunlar olması ehtimalını istəyir. Onda nə edirik? Demək, rəqəmlərin cəmi 6 olması ehtimalı bu alına bilər nə vaxt? Demək 1, 5, 5, 1. Sonra 2, 4, 4, 2 və 3, 3 də alına bilər. Rəqəmlərin cəmi 7 olanlar 1, 6, 6, 1, 2, 5, 5, 2, 3, 4, 4, 3 ola bilər. Sonra rəqəmlərin cəmi 8 olanlar 1 ilə olmur. 2, 6, 6, 2, 3, 5, 5, 3 və 4, 4 ola bilər. Rəqəmlərin cəmi 9 olanlar 1 ilə olmur, 2 ilə də olmur. 3, 6, 6, 3, 4, 5, 5, 4. Sonra rəqəmlərin cəmi 10 olanlar 4 ilə başlayacaq, yəni 3 ilə olmayacaq. 4, 6, 6, 4, bir də 5, 5. Rəqəmlərin cəmi 11 olanlar 5, 6, 6, 5 və rəqəmlərin cəmi 12 olanlar isə bir dənə də 6, 6-dır. Burada 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26. Demək 26 ədəd əlverişli halların sayı olacaq. Mümkün hallar sayıda bilirik ki, 2 zər atılanda 36 ədəd mümkün halların sayı olur. Onda hadisənin ehtimalını tapanda əlverişli halların sayını, yəni 26-nı mümkün halların sayına bölməliyik. 2 xəsər gedəcək 18-də 13. Yəni doğru cavab D variantı olacaq. Növbəti 72-ci suala diqqət edirik. Y-in hansı qiymətində deyir bu ədəd nöqtələr arasında məsafə 2-yə bərabərdir. Demək 6y və B 4, 5 nöqtələr arasında məsafə 2-yə bərabərdir. Biz bilirik ki, 2 nöqtə arasında məsafə düsturu kök altında x2 çıx x1-in kvadratı üstə gəlsin y2 çıx y1-in kvadratı düsturundan tapılır. Bunu bizə 2 verib. Onda biz kvadratı yüksəltsək 4 çıx 6 mənfi 2-in kvadratı 4 eləyəcək. Üstə gəlsin 5 çıxılsın y-in kvadratı. Bərabərdir 2-nin kvadratı 4-ə. Buradan da 5 minus y-in kvadratı bərabərdir 0. 5 minus y bərabərdir 0. Y bərabərdir 5 alınacaq. Demək y 5 olarsa onda A və B nöqtələri arasında məsafə 2-yə bərabər olacaq. Növbəti 73-cü suala diqqət edirik. 73-cü sualda deyir Kazım öz puluna 8 dəftər, 5 karandaş və ya 6 dəftər, 8 karandaş ala bilər. Dəftərin qiyməti karandaş qiymətindən neçə dəfə çoxdur? Demək, onda Kazım demək, dəftərin qiymətin x, karandaşın qiymətini y qəbul edirəm. Kazım öz puluna əgər 8 dəftər, yəni 8x plus 5 karandaş ala bilir, 5y və ya deyirsə, yəni artıq həmin pula 6 dəftər, yəni 6x və 8 karandaş ala bilir. 8. Onda bunları biz x-ləri sola, y-ləri sağa keçsək, 8x çıxılsın 6x eləyəcək 2x bərabərdir. 8y çıxılsın 5y. Bu da 3y. Buradan x-in 3k, y-in 2k olduğunu yaza bilərik. Bizə deyir ki, dəftərin qiyməti karandaşın qiymətindən neçə dəfə çoxdur? Demək, dəftərin qiyməti karandaşın qiymətidir. Yəni, dəftərin qiymətini böləcək karandaşın qiymətinə. Biz x-i dəftərin qiyməti hesab etmişdik. Onda 3k-nı biz 2k-ya böləcək. Bu da eləyəcək 1,5 dəfə. Yəni, doğru cavab 1,5 olacaq. Növbəti 74-cü suala diqqət edirik.
74-cü sualda bərabər üst buzağın yan tərəfinə paralel olan orta xəttinin uzunluğu. Demək bizə bərabər üst buzaq verib. Yan tərəfinə paralel olan orta xəttinin uzunluğun 4 verib. Onda orta xətt yan tərəf olacaq 8. Perimetr 22 olsa oturacağın uzunluğunu tapın. Perimetr tərəflərin cəmi olduğuna görə 16, oturacaq olacaq 6. Bizdən elə bunu soruşur. Doğru cavab 6 olacaq. 75-ci sual. 75-ci sualda bizə ifadəsinin dəqiq qiymətini hesablayın. Bu 4-cü dərəcə olduğuna görə bir kökün altında yaza bilərik. Bu da içəridəki bir fərq bir cəm olduğuna görə 6-nın kvadratı çıxılsın 2 kökdə 5-in kvadratı olacaq. Bu da yazək 4-cü dərəcədən 36 çıxılsın 20. Bu da 4-cü dərəcədən 16. 4-cü dərəcədən 16-da 2 üstü 4 olduğuna görə 2-yə bərabər olacaq. Növbəti 76-cı suala diqqət edirik. 76-cı sualda 48-in kvadratı çıx 32-nin kvadratı bölünsün 21-in kvadratı çıx 19-un kvadratı. Bir fərq bir cəm yazsaq 48 çıx 32 bu bizə verəcək 16 və 48 üstəgəl 32 80. 21 çıx 19 bu bizə 2 verəcək. 21 üstəgəl 19 bu da 40 verəcək. 20 ilə 40 ilə 80 gedəcək 2 dəfə. 2-lər də gedəcək. Doğru cavab 16 qalacaq. Davam edirik 77-ci sual. 77-ci sualda deyir uşaq anadan olanda atası 25 yaşında idi. Demək ata uşaq. Uşaq anadan olanda atası 25 yaşında idisə, onda atası uşaqdan 25 yaş böyükdür. Deyir, indi onların yaşından cəmi 45-dir. Uşağın neçə yaşı var? Onda biz yazarıq 2x bərabərdir 45 çıx 25 20, x olacaq 10. Demək, indi uşağın 10 yaşı var, atan isə 10 üstə gəl 25 35 yaşı var. Deyir, uşağın neçə yaşı var? 10 yaşı. Doğru cavab olacaq. 78-ci sual. 28-ci sualda deyir 2 fəhlə birlikdə tapşırığı 8 saat yerinə yetirir. 8 saata. Birinci fəhlə təklikdə həmin tapşırığı ikincidən 12 saat tez yerinə yetirir. Birincisi əgər 12 saat tez yerinə yetirirsə, demək birincisi x-dir, ikincisi x + 12-dir. Çünki tez yerinə yetirir. Zamanı daha azdır. Birinci fəhlə təkdə bu işi nə qədər vaxtda yerinə yetirir? Bizdən x istəyir. Bilirik ki, iş məsələsində tərs qiymətlərə görə tapılır. X + 12-də 1 bərabərdir 8-də 1. Və ortaq mərzi gətirsək x vurulsun x + 12. Bu da buna x + 12 dəfə, buna x dəfə düşəcək. Olacaq x + 12 üstə gəlsin x bərabərdir 8-də 1. Və çarpaz vursaq x kvadrat üstə gəl 12x bərabər 8 vurulsun x-in üstünə x gəldi 2x 16x üstə gəlsin 96. Sol tərəfə geçsəm x kvadrat çıx 4x 96-nı atıram bu üzə çıx 96 bərabərdir 0. Alarıq. Hasil mənfi 96 cəm mənfi 4 eləyən ədədləri tapsaq. Cəm müsbət 4 daha doğrusu. Bu da mənfi 8 və müsbət 12 eləyəcək. Hasili mənfi 96 cəm müsbət 4. Mənfi 8 kənar köçdü çünki zaman mənfi olmaz. Demək x 12 imiş. Birinci fəhlə 12 saata yerinə yetirilmiş. İkincisi isə 24 saata yerinə yetirilmiş. Bizdən birinci fəhlə deyir işi nə qədər vaxtda yerinə yetirər? Yəni 12 saat olacaq doğru cavab. 79-cu sual. 79-cu sualda deyir ki, düzbucaqlının bucaqlarından biri birinin tənböləni onun tərəfini yarı bölür. Demək, tənböləni onun tərəfini yarı bölür. Biri 90 dərəcədir, yarı bölündə 45-45 olacaq. Daxili çarpaz bucaqlar bərabər olduğuna görə bu. Tərəf yarı bölünürsə, onda burada bərabər yanlış bucaq alınır, bərabərdir. Onda demək, x, bu da 2x olacaq. Düzbucaqlının kiçik tərəfi 4 olarsa, onun perimetrini tapın. Kiçik tərəfi x idi, 4 olarsa, onda böyük tərəf 8 olacaq. Perimetr 2 vurulsun A + B olacaq. P bərabərdir 2 vurulsun 4 üstə gəlsin 8, yəni 12 vur 2, 24 doğru cavab olacaq. 80-ci sual. 80-ci sualda deyir ki, stolun üstündə dik duran qələm, demək qələm və ondan 150 sm məsafədə olan fənər. Fənər də buradadır. Fənərdir. Ondan 150 sm məsafədədir. 150. Məsafədə fənər tutularsa, qələmin arxasında divarda 48 sm uzunluğunda kölgəsi əmələ gəlir. Demək, bu kölgəsidir. Uzunluğunda 48-dir. Qələmin hündürlüyü 30 sm olarsa, bizdən soruşur, qələmin iki kölgə arasındakı, qələm ilə kölgə arasındakı məsafəni. Bunu istəyir. Onda biz bunu oxşarlıqdan istifadə edə bilərik. Yəni, buradakı üç bucaq, qabaqdakı üç bucaq, böyük üç bucaq oxşardır. Bu bucaq ortaq bucaqdır, uyğun bucaqlardır, bərabərdir. Bunlar da ki, perpendikulyardır. Perpendikulyar şərt olmasa belə, yəni yenə də oxşarlıq yaranır. Demək,
nə edirik? Burada onda yazırıq 30'un 150'ye nisbəti bərabərdir 48'in də 150 plus x-ə nisbətinə bərabərdir. Və yaxud da ki 30'un 48'ə 150'ni 150 plus x-ə, yəni bunu da yazsaz doğrudur. Burada 30'dan 150 gedəcək 5 dəfə. 150 plus x bərabərdir 5 vuruz 48. 240. Demək 240. Buradan x-i tapsaq x bərabərdir 240 çıx 150. Bu da 90 verəcək. Demək qələmlə kölgəsi arasında məsafə 90 cm olacaq. Və sonuncu 81-ci suala diqqət edirik. 22 şagirddən ibarət olan sinifdə, demək 22 şagird var. Yalnız rus dili fənnindən məqbul qiymət alınan sayı, demək rus, bir də ingilis. Yalnız rus dilindən məqbul qiymət alınansa, yalnız ingilis dilinin fənnindən məqbul qiymət alanların sayından 3 nəfər azdır. Yalnız rus dili fənnindən məqbul qiymət alanların sayı, yalnız ingilis dilinin məqbul qiymət alanların sayından 3 nəfər azdır. Həm rus, həm də ingilis dili fənnindən məqbul qiymət alanların sayısı 7 nəfər olarsa, onda bunların cəmi bərabərdir 22. X plus 3 plus 7 bərabərdir 22. 2x bərabərdir 22-dən 10 çıxanda 12, x bərabər olacaq 6. Bu 6, bu da 9. Bizdən soruşur yalnız ingilis dili. Yalnız ingilis dili 9 nəfər olacaq. Belə dəyərli şagirdlər, bununla da videomuz sona yetdi. Sağ olun, növbəti videoda görüşənədək.